Deməli, Ağdaş bazarı adlandırılan yerdə xırda ölçülü cins itlərin xəstə halda zincirə vurulmuş qəfəslərdə natəmiz şəkildə saxlanıldığı və satıldığı barədə olan videonu ictimailəşdirdim. Mən və izləyicilərimiz aidiyyatı qurumları etiketlədik. İdeya olsun orada, ekologiya təbii səhvətləri lazımdır. Ağdaş rayon icra hakimiyyəti və s. və ilaxır. Həmən videonun altına, həmən aidiyyatı qurumlardan biri olan ideyanın yazdığı şərhə baxın. Bu şərh məni həqiqətən çox özümdən çıxartdı. Heyvanlara göstərmiş olduğunuz sevgi, məsuliyyət üçün təşəkkür edirik və xahiş edirik ki, müraciətinizi info@ideyat_org elektron poçt ünvanımıza da yönləndirəsiniz. Hörmətlə ideya. Mən zaten bunu ictimailəşdirmişəm, sizə göstərirəm, vəziyyət göz önündədir. Hələ mən durub sizə məktub yazmalıyam əlavə. Məktuba niyə ehtiyac var ki? Bəs siz görmürsünüz orada bunu. Bu bir. İkincisi, bu sizin işinizdir. Mütəmadi monitorinqlər keçirdib, elə qanun pozuntuları aşkar eləyib tədbir görmək. Bu sizin işinizdir, mənim işim deyil. Yaxud mənim kimi insanların işi. Biz sizə göstəririk ki, siz tədbir görün. Əgər mən özüm tədbir görəcəmsə, gedib elə oradan özüm alıb heyvanları götürüb xilas eləyəcəmsə, siz nəyə lazımsınız? İdeya olsun, qida təhlükəsizliyi olsun, ekologiya təbii səhvətlər nazirliyi olsun. Bu qurumlar nəyə lazımdır?